Allah Subhanahu taala məxluqatı yaratmağında hikməti budur. Necə ki, Uca Allah Quran-Kərimdə buyurur: "Və mə xalaqtul cinnə vel insə illə liyəbudun." Mən cinləri və insanları yalnız mənə ibadət etsinlər deyə yaratdım. وَمَا خَلَقْتُ الْجِنَّ وَالْإِنسَ إِلَّا لِيَعْبُدُونَ Elhamdülillahi Rabbil alemin. Və salatu və selamu ala əşrafil ənbiya vəl mürsəlin. Nəbina Muhammedin və ala alihi və sahbihi əcma'in. Rabbi şrah li sadri və yessir li əmri. Vahlul uqdatan min lisani yefqahu qawli. Allahumma allimna ma yanfa'na وانفعنا بما علمتنا وزدنا علما اللهم لا سهل إلا ما جعلته سهلا وأنت تجعل الحزن إذا شئت سهلا. Deməli, Səadətin ünvanı adlı tövhid kitabını götürmüşük. Bu kitabda tövhidi bablara ayırıb müəllif Hafizahullah və bu dərsdə inşallah tövhidin insanlara və cinlərə vacib olmasından danışacağıq inşallah. Ümumi olaraq bu babı götürsək, yəni tövhidin insanlara və cinlərə vacib olması məsələsini götürsək, bu bab özlüyündə bir neçə məsələdən bu baba dəlil var. Yəni, tövhidin insanlara və cinlərə 5 səbəbə görə vacibdir. Birincisi, Allah Subhanahu taala məxluqatı yaratmağında hikməti budur. Necə ki, Uca Allah Quran-Kərimdə buyurur: "Və mə xalaqtul cinnə vel insə illə liyəbudun." Mən cinləri və insanları yalnız mənə ibadət etsinlər deyə yaratdım. İkincisi, peyğəmbərləri göndərməkdə elə məqsəd budur. Uca Allah Quran-Kərimdə buyurur ki: "Və laqad ba'athna fi kulli ummatin rasulan an i'budullaha və ijtanibut-tağut." Elə bir ümmət olmasın ki, biz peyğəmbər göndərək və onlara mənə ibadət edin və tağutdan çəkinin deməyək. Üçüncü səbəb, Quranın nazil olma məqsədi elə budur. Tövhiddir. Uca Allah Quran-Kərimdə buyurur ki: "Əlif lam ra kitabun uhkimat ayatuhu thumma fussilat min ladun hakimun xabir alla ta'budu illa iyyah illa Allah innani lakum minhu nazirun və bəşir." Əlif lam ra bu kitab hikmətli və hər bir şeydən xəbərdar olan tərəfindən gələn ayələri mükəmməl və müfəssəl bir kitabdır. Allahdan başqasına ibadət etməyin. Mən sizə Allah tərəfindən olan müjdələyici və xəbərdar ediciyəm. Eləcə də səbəblərdən dördüncüsü, bu Allahın insanları və cinləri olan tövsiyəsi və əmridir. Uca Allah buyurur ki: "Və-qada rabbuka alla ta'budu illa iyyah." Rəbbiniz tövsiyə etdi ki, ondan başqasına ibadət etməyin. Beşincisi, bu Allahın haqqıdır. Uca Allah Quran-Kərimdə buyurur ki: "Va'budullaha və la tuşriku bihi şey'a." Allaha ibadət edin, ona heç bir şeyi şərik qoşmayın. Hədisdə də Peyğəmbər sallallahu əleyhi və səlləm buyurur ki: "Ey Muaz, bilirsənmi ki, insanların Allah üzərində olan haqqı və Allahın insanlar üzərində olan haqqı nədir?" Dedi ki, Allah və Rəsul daha yaxşı bilir. Dedi ki, Allahın insanlar üzərində olan haqqı, ona ibadət etsinlər, ona heç bir şeyi şərik qoşmasınlar. Əl-Hədis. Deməli, birinci dedik ki, bu 5 səbəbdən birincisinə qayıtsaq, birinci dedik ki, bu tövhidin insanlara və cinlərə vacib olmasının səbəblərindən 5 səbəbindən birincisi, bu məxluqatın yaradılmasında məqsəddir dedik. Və dedik ki, Uca Allah Quran-Kərimdə buyurur ki: "Və mə xalaqtul cinnə vel insə illə liyəbudun." Mən cinləri və insanları yalnız mənə ibadət etsinlər deyə yaratdım. Bu ayədə insanların və cinlərin yaradılmasında olan hikməti bəyan edir Uca Allah. Və orada olan hikmət də Allaha ibadətdir. Yəni, Quran-Kərimdə də harada ibadət qəsd olunur, Allaha ibadət qəsd olunur, oradakı məqsəd tövhiddir. Yəni, orada illə liyəbudun, yalnız mənə ibadət etsinlər deyə kəlməsi var. Orada ləm kəlməsi, burada ləmül hikmə deyirlər, hikmət ləmi deyirlər. Yəni, orada olan hikmət odur. Bəzi sələflər deyiblər ki, illə liyəbudun, yalnız mənə ibadət etsinlər, yəni ibadətdə məni təkləşdirsinlər deyə yaratdım. Bəzi alimlər isə deyir ki, illə ləəmuruhum ən ya'buduni və əd'uhum ilə ibadəti. Yəni, mən onlara əmr edim ki,
mənə ibadət etsinlər və onu mənə ibadətə çağırım deyə yaratdım. Yəni burada məqsəd odur. Bəzi alimlər isə deyir ki, mənə ibadət etsinlər deyə yaratdım. Yəni mən onlara əmrlər edim, əmrlər və qadağalar verim deyə yaratdım. Hətta bu ilk ikisinə baxsaq, ilk ikisi orada yalnız ilk iki təfsirə baxsaq, orada yalnız yəni Allahı ibadətdə təkləşdirsinlər deyə. Yəni ibadətdə məqsəd Allahı ibadətdə təkləşdirmək idi. Axırıncısında isə əmr edib qadağan edim deyə. Hətta bunu götürsək, Allahın əmrlərindən ən əzəmətlisi nədir? Tövhid. Allahın əmrlərindən ən əzəmətlisi tövhiddir. Allahın qadağalarından ən əzəmətlisi nədir? Şirkdir. Bunu da götürsün, yəni Allah əmr edib, qadağan etsin deyə yaradıb insanları. Yəni əmrlərin də ən əzəmətlisi tövhiddir, qadağaların da ən əzəmətlisi də şirkdir. Və birincisinə gəldikdə Allahın birinci bu əmri, bu onları yaratmasıdır. İkincisi də onların Allaha ibadət etməsidir. Bu da Allah kimə hidayət verərsə, o hidayətə uğrayar. Və insanlardan, yəni elələri var ki, hidayətə uğrayıb doğru yola qazanıblar, elələri də var ki, zəlalətə layiq olublar. Yəni Allah onları azdırıb yox, onlar layiq olublar azmağa, günahlarına və əməllərinə görə. Və Allah Subhanahu taala qullarını ona ibadət etsinlər deyə yaradıb, baxmayaraq ki, Allah o ibadətə ehtiyacı yoxdur. İbadət üçün yaradıb. Amma Allahın o ibadətə ehtiyacı yoxdur. Qulların Allaha ibadət etməyə ehtiyacı var. Yəni bizim ehtiyacımız var ki, Allaha ibadət edək. Allahın bizi bağışlamasına, bizə rəhm etməsinə. Biz gecə-gündüz ibadət edib Allaha yalvarmalıyıq ki, Allah bizi rəhm eləsin, bizim günahlarımızdan keçsin, bizi bağışlasın. Biz ona görə ibadət edirik ki, Allahın rəhmətini qazanaq, razılığını qazanaq. Uca Allah Quran-Kərimdə buyurur ki, "Mə uridu minhum min rizqin və mə uridu an yut'imun. İnnəllahi huvar-razzaqu zul-quvvetil mətin." Mən onlardan nə bir ruzi, nə də mənin yedirmələrini istəmirəm. Allahdır ruzi verən, qüvvətli və mətin olan. Yəni Allah Subhanahu taala səndən ruzi istəmir. Allah onsuz da sənin ruzini verir. Allah səndən ona ibadət etməyi istəyir. Sənin ehtiyacın var Allahın ruzisinə. Hidayət də Allah tərəfindən olan bir ruzidir. İman bir ruzidir. Elm bir ruzidir. Sənin bu ruziyə ehtiyacın var. Allahın sənin ruziyə kimisə yedizdirməyə və içizdirməyə ehtiyacı yoxdur. Sənin ehtiyacın var bu ibadətlərə. Və bu ayə də bizə göstərdi ki, insanları yaradan, ibadətə layiq olan odur. Yəni yaratmaq qabiliyyətinə malik olmayanın ibadətdən bir payı yoxdur. Heç bir layiqlik bir payı yoxdur. Və bu ayədə də Allahın əməllərində olan hikmətin isbat edir. Yəni Allahın əməllərinin, feillərinin də olan hikməti isbat edir. Deməli, birinci məsələ deməli məxluqatın yaranmasında olan hikməti idi. İkinci isə dedik ki, peyğəmbərlərin göndərilməsində olan məqsədidir. Yəni məxluqata tövhidin vacib olması. Necə ki, Uca Allah Quran-Kərimdə buyurur, bayaq da ayədə dedik, biz hər bir ümmətə peyğəmbər göndərdik ki, mənə ibadət etsinlər və tağutdan çəkinsinlər deyə. Və bu da bütün peyğəmbərlərin göndərilməsində, elçi olaraq göndərilməsinə, peyğəmbər olaraq göndərilməsinə, onlara mesaj verilərək göndərilməsində məqsədi budur. Bu tövhiddir. Eləcə də tağutdan çəkinməkdir. Yəni iki əmr qadağa var. İki hissəsi var tövhidin. Birincisi inkardır, ikincisi isbatdır. Allahdan başqa ibadətə layiq olmayan bütün ilahları inkar edirsən, ibadətin yalnız Allaha layiq olduğunu isbat edirsən. Bu olmasa, sənin tövhidində xələl var deməli. Sən deməli, əsas odur, yəni tağut nədir? Allahdan başqa ibadət olunanlar. Nə ki ibadət olunur, pirlərdir, daşlardır. Nə ki ibadət olunur Allahdan başqası, onlar hamısı tağutdur. Sən bunu inkar eləməlisən. Allahdan başqa ibadət olunanları inkar etməlisən. Çünki sən la ilahe illallah deyirsənsə, bu özü inkardır.
isbat eləməlisən. La ilahe illallah deyirsənsə, bu özü isbatdır. Bütün ilahları inkar edib, yalnız ibadətin Allaha layiq olduğunu isbat edirsən. Və bu ayədə də tövhidin qullara vacib olduğunu bəyanı vardır. Peyğəmbərlərin də göndərilmə məqsədi budur. Və eləcə də Peyğəmbərlər də göndərilib ki, onlara itaat olunsun. Yəni, Peyğəmbəri boş-boşuna göndərməyib Uca Allah. Göndərilib ki, o insanlara bundan çatdırsın ki, sizin məqsədiniz Allaha ibadət etməkdir. Və insanlara da vacibdir ki, o Peyğəmbərlərə itaat etsin. Uca Allah Quran-ı Kərimdə buyurur ki, وَمَا أَرْسَلْنَا مِنْ رَسُولٍ إِلَّا لِيُطَاعَ بِإِذْنِ اللّٰهِ Biz elə bir elçi göndərmədik ki, Allahın izni ilə onlara tabi olunmasın. Deməli, Peyğəmbərlərin göndərilməsində məqsəd tövhiddirsə, yalnız Allaha ibadət etmək, ondan başqa ibadətləri inkar etməkdirsə və buna görə də tövhidin haqqı bütün ümmətlərə vacibdir. Bütün insanlara, bütün məxluqata vacibdir ki, tövhidin haqqını versin. Və bu ayədə də keçən fi kulli ümmə, hər bir ümmətə Peyğəmbər göndərdik kəlməsi, bu onu göstərir ki, tövhid bütün ümmətlərə çatıb. Bizdən öncəki bütün ümmətlərə çatıb. Hətta bizdən sonrakilərə çatacaq. O da Peyğəmbər sallallahu əleyhi və səlləmin gəlməsi ilə. Bu ayədə isə bu ayəyə oxşar ayə isə Uca Allah Quran-ı Kərimdə deyir ki: "Vəs'əl men ərsalna min qablika min rusulina ec'alna min dunir-rahmani alihatan yu'badun." Səndən öncə göndərilən elçilərdən soruş ki, biz Ər-Rəhman olan Allahdan başqa bir ilah təyin etdikmi onlara ibadət etsinlər? Deməli, bundan qabaqki peyğəmbərlər də hamısı nəyə çağırıblar? Tövhidə çağırıblar. Yalnız Allaha ibadətə çağırıblar. Və başqa ayədə də Uca Allah buyurur ki: "Və mə ərsalnə min qablika min rasulin illə nuhi ileyhi ennehu la ilahe illə ənə fa'budun." Biz səndən öncə elə bir peyğəmbər göndərmədik ki, onlara vəhy edərək deməyək ki, məndən başqa ibadətə layiq haqq məbud yoxdur, mənə ibadət edin. Yəni, hər bir peyğəmbərə göndəriləndə onlara deyilib ki, onlara vəhy olunub ki, la ilahe illallah, yəni Allahdan başqa ibadətə haqqı olan məbud yoxdur və Allaha ibadət edin deyərək onlara vəhy olunub. Və bu ayədə onu göstərir ki, peyğəmbərlərin hamısının dini bir olub. O da tövhid ilə Allaha təslim olmaq, itaət ilə Allaha boyun əymək, şirk və əhlindən uzaq durmaq. Baxmayaraq ki, onların şəriətləri ayrı olub, amma dinləri bir olub, tövhid olub. Bu da İslam olub, İslam dini olub. Ümumi mənada İslam olub, xüsusi İslam isə bu da Peyğəmbər sallallahu əleyhi və səlləm göndəriləndən sonra olan xüsusi İslamdır. Hətta Yəhudi və Nəsranilər olsa belə, Peyğəmbər sallallahu əleyhi və səlləmin dini gəldikdən sonra onlara vacibdir ki, onlar öz dinlərini tərk edib Muhammed sallallahu əleyhi və səlləmin dininə tabe olsun. Çünki ondan qabaqki bütün dinləri bu din nəsx edib. Uca Allah Quran-ı Kərimdə buyurur ki: "Əl-yevmə innəd-dinə indəllahil-İslam." Həqiqətən Allah yanında qəbul olunan din İslamdır. Yəni bundan qabaqki dinlər bu ayədən sonra nəsx olundu. Ondan qabaqki dinlərin hökmü qalmadı. Ondan qabaqki dinlər ondan qabaqki vaxtlara aid idi. Peyğəmbər sallallahu əleyhi və səlləmə hətta Musa əleyhissalam gəlsəydi belə, hətta İsa əleyhissalam gələndə belə Məhəmməd peyğəmbərə tabe olacaq, onun dinini yayacaq. Yəni hədisdə Peyğəmbər sallallahu əleyhi və səlləm buyurur ki, Musa əgər sağ olsaydı, o da mənə tabe olardı. Çünki Peyğəmbər sallallahu əleyhi və səlləm peyğəmbərlərin sonuncusudur. Sonda gələn isə ona tabe olunmalıdır. Uca Allah Quran-ı Kərimdə buyurur ki: "Qul ya eyyuhan-nas, inni rasulullahi ileykum cemi'a." Uca Allah Quran-ı Kərimdə peyğəmbərinə deyir ki, peyğəmbərin adını deyir ki, de, ey insanlar, mən Allahın sizin hamısına olan elçisiyəm. Sizin hamınıza olan elçisiyəm. Ellezî lehu mulkus-semâvâti vel-ard. O Allahın ki, göylərin və yerin mülkü ona aiddir. La ilahe illahu. Ondan başqa ibadətə haqqı olan məbud yoxdur. Yuhyi və yumit. O öldürəndir, dirildəndir. Aleykümselam. Aleykümselam. O öldürəndir, dirildəndir. Fəəminu billahi və rasulihin nəbiyyil ummiyyillezî yu'minu billahi və kəlimatihi
وَاتَّبِعُوهُ لَعَلَّكُمْ تَهْتَدُونَ. Allaha oxuma yazma bilməyən Peyğəmbərə iman edin. Onun elçisi olan Peyğəmbərə iman edin. O Peyğəmbər ki, Allaha və onun kəlmələrinə iman getirib. Ona tabi olun ki, bəlkə doğru yoluna yönələsiniz. Deməli, hər bir ümmətə, hər bir kəsə vacibdir ki, Peyğəmbər Məhəmməd sallallahu əleyhi və səlləmə tabi olsun. Yoxsa onun dini qəbul olmaz. Hətta tövhid əhli olsa belə. Tövhid əhli olsa belə, şirki olmasa belə, Məhəmməd Peyğəmbərə tabi olmasa, o din ondan qəbul olmaz. Hədisdə də Peyğəmbər sallallahu əleyhi və səlləm buyurur ki, Fuddiltu aləl ənbiyə bisittin. Mən başqa peyğəmbərlərdən 6 şeylə fəzilətlendirildim. U'titu cevami'al kelim. Mənə qısa və çox mənalı kəlmələr verildi. Və nisirtu bir ru'b. Mən qorxu ilə qələbə qazandım. Mən düşmənin qəlbinə qorxu salmaqla qələbə qazandım. Yəni, başqa hədislərdə də gəlib ki, bir aylıq məsafədə düşmən eşidəndə ki, Məhəmməd Peyğəmbər gəlir üstünə, onlar qorxub silahlarını tərk edərdilər. Bu, Məhəmməd Peyğəmbərə sallallahu əleyhi və səlləmə olan fəzilət idi. Eləcə də buyurur ki, Peyğəmbər sallallahu əleyhi və səlləm, "Və uhillat liyal ğanaim." Mənə qənimətlər halal oldu. "Və cu'ilat liyal ardu məscidan və tahura." Və torpaq mənim üçün təmiz və məscid oldu. Yəni səcdə etmək üçün, ibadət etmək üçün təmiz oldu. "Və ursiltu iləl xalqi kəffə." Eləcə də mən bütün insanlara, məxluqata göndərildim. "Və xutimə biyən nəbiyyun." Eləcə də mən peyğəmbərlərin sonuncu olaraq xətm olundu. Yəni peyğəmbərlərin sonuncu olaraq möhürləndim. Başqa hədisdə də Peyğəmbər sallallahu əleyhi və səlləm buyurur ki: "Vəllazi nəfsu Muhammedun biyadihi la yesma'u bi ahadun min hadhihi al-ummah yahudiyyun və la nasraniyyun thumma yamutu və lam yu'minu billazi ursiltu bihi illa kana min ashabin nar." Məhəmmədin nəfsi əlində olana and olsun ki, məni bu ümmətdən eşidən nə yəhudi olsun, nə nəsrani olsun, elə birisi yoxdur ki, mənim göndərildiyim bu dinə iman etməsin və onun üzərində ölsün və o cəhənnəm əhli olmasın. Yəni, o iman etməsə, iman etmədiyi halda ölsə, o cəhənnəm əhlidir. Vacibdir ki, hər bir yəhudiyə, nəsraniyyə belə Məhəmməd Peyğəmbərin sallallahu əleyhi və səlləmin dininə tabi olsun, ona itaat etsin. Bu ayələr də bizə göstərir ki, Peyğəmbərlərin vəzifəsi tövhidə dəvət olub. Onlar elə bunun üçün göndərilib. Onlar ömürlərin elə bunun üzərində həsr ediblər. Onları qövmlərinin əxlaqlarının fəsad olması, ictimaiyyətinin pis olması bu yoldan uzaqlaşdırmadı o peyğəmbərləri. Onlar əksinə bu yola dəvət etdilər, bezmədən, usanmadan dəvət etdilər. Deməli, bu da ikinci səbəb idi. İkinci səbəb nə idi? Peyğəmbərlərin göndərilməsində məqsəd elə budur, tövhid. Üçüncü səbəb isə Quranın nazil olmasında səbəb budur hələ. Quranın nazil olmasında səbəb nədir? Tövhid, insanların Allaha ibadət etməsi, ona heç bir şey şərik qoşması. Uca Allah Quran-ı Kərimdə buyurur ki, Əlif Lam Ra kitabun uhkimat ayatuhu thumma fussilat min ladun hakimun xabir. Əllə ta'budu illa Allah, innəni lakum minhu nazirun və bəşir. Əlif Lam Ra o kitab ki, hikmətli və hər şeydən xəbərdar olan tərəfindən ayələri mükəmməlləşdirilmiş, sonra müfəssəl olan bir kitabdır. Onunla Allahdan başqasına ibadət etməyin. Həqiqətən mən Allah tərəfindən sizə qorxudan və müjdələyənəm. Bu ayə bizə Allahın Quranı nazil etməsində olan hikməti göstərir. Allah Quranı nə üçün yaradıb? Bu ayədə buyurur ki, bu kitab göndərilib, Allahdan başqasına ibadət etməyin. Yəni, deməli, bu kitab Quranın göndərilməsində məqsəd hələ insanları Allaha ibadətə çağırmaq, onunla şirkdən çəkindirmək, yəni tək Allahlığa, tövhidə çağırmaqdır. Və bu ayədə olan "Uhkimat ayatuhu thumma fussilat",
ayələri mükəmməlləşdirilmiş, sonra müfəssəl olmuş kəlməsinə gəldikdə isə, mükəmməlləşdirilmiş o deməkdir ki, orada nə bir batil bir söz var, nə bir ziddiyyət var, nə də bir xələl var. Müfəssəl odur ki, yəni bir-birindən seçilən ayələrdir. Orada halalla haram bəyan olunan, əmr qadağa olunan, eləcə də mükafat və cəza olan ayələrdir. Allah tərəfindən göndərilib. Bunların hamısı da göstərir ki, Allah Subhanahu taala bu Quranı tövhidin vacib olması, insanlara vacib olması üçün göndərib. Çünki insanlara bir kitab göndərirsə, orada o kitabın göndərilməsində məqsəd elə tövhiddirsə, Allaha ibadətdirsə, deməli insanlara da vacibdir ki, o tövhidi öyrənib Allaha doğru düzgün ibadət etsinlər. Deməli, dördüncüsü səbəbi isə, üçüncü səbəb nə oldu? Dedim ki, axırıncı kəlmə nə oldu? Tövhid nə idi? Tövhid də tövhiddir kitabımız, dərsimizin adı. Yox, üçüncü səbəb. Quran. Quranın nazil olmasında məqsəd. Dördüncüsü isə, yəni, bu nəylərin səbəbidir? Yine ona qaydaq. Quranın nazil olmasında elə məqsəd tövhiddir dedik. Bu nəyin səbəbidir bu? Tövhidin nazil olması. Tövhidin insanlara və cinlərə vacib olma səbəbi. Deməli, dördüncüsü isə Allahın insanlara tövsiyəsi, elə əmri budur. Uca Allah buyurur ki, وَقَضَى رَبُّكَ أَلَّا تَعْبُدُوا إِلَّا إِيَّهِ Rəbbin tövsiyə edib, əmr etdi ki, ondan başqasına ibadət etməyin. Deməli, Allah Subhanahu taala həm tövsiyə edir, həm əmr edir bu ayədə. Əllə tə'budu, ibadət etməyin kəlməsi, burada inkar var. Yəni, ondan başqasına ibadət etməyin. İllə iyyəh, yalnız ona ibadət edin. Yəni, ondan başqasına ibadət etməyin. İbadətlərinizin hamısını yalnız ona edin. Bu da la ilahe illallah kəlməsinin sinonimidir, deyək. Yəni, eyni mənadır. Bu ayədə olan məqsəd də qullara olan Allahın bu tövhidin vacib buyurulmasıdır. Bu da Allah Subhanahu taalanın qullarına olan, məxluqata olan tövsiyəsidir, tövhid. Onlar da bununla əmr olunublar və bu əmr də vacibliyə dəlalət edir. Deməli, beşincisi nədir? Dördüncüsü nə idi? Aha. Allahın əmri və tövsiyəsi tövhid. Beşincisi də Allahın haqqıdır tövhid. Yəni, səbəb budur. Qullara vacib olmasında səbəb budur. Allahın haqqıdır tövhid. Uca Allah buyurur ki, وَعْبُدُ اللّٰهَ وَلَا تُشْرِكُوا بِهِ شَيْئًا Allaha ibadət edin, ona heç bir şeyi şərik qoşmayın. Bu ayə, Nisa surəsinin 36-cı ayəsində Allah Subhanahu taala 10 dənə haqq getirir. 10 dənə haqq getirir. O haqlardan birincisi elə tövhiddir. Allaha ibadət edin, ona heç bir şey şərik qoşmayın, valideynlərinə yaxşılıq edin, qohumlara yaxşılıq edin, qonşulara, yaxın qohumlara. 10 dənə haqq var, ən başında tövhidi getirir. Deməli, ən başda tövhid olduğuna görə ən əzəmətli də odur. Çünki ən əzəmətli məsələ birinci gəlir. Və Allah Subhanahu taala və Peyğəmbər sallallahu əleyhi və səlləm də hədisində buyurur ki, Muaz radiyallahu anhudan gələn hədisdə Muaz radiyallahu anh buyurur ki, mən bir gün Peyğəmbər sallallahu əleyhi və səlləmin uzunqulağının üzərində yol yoldaşı idim. Peyğəmbər sallallahu əleyhi və səlləm mənə dedi ki, ey Muaz, həl tədri mə haqqullahi aləl-ibad və haqqul-ibadi alallah. Ey Muaz, bilirsənmi ki, Allahın qulların üzərində olan haqqı nədir və qulların Allah üzərində olan haqqı nədir? Dedi ki, Allah və Rasulü ələm. Allah və Rasulü daha yaxşı bilir. Burada gözəl bir əxlaq var. Səhabələrə Peyğəmbər sallallahu əleyhi və səlləm sual verən vaxtı bilsələr belə onun elmini Allah və Rasuluna qaytarardılar. Yəni ki, Allah və Rasulü daha yaxşı bilir. Bu da onların təvazökarlığını göstərərdi. Hətta bildiyi məsələlər belə. Və dedi ki, bilirsən Allah haqlarına hansılar? Dedi ki, Allah və Rasul daha yaxşı bilir. Dedi ki, فَإِنَّ حَقَّ اللّٰهَ عَلَى الْعِبَادِ أَنْ يَعْبُدُوهُ وَلَا يُشْرِكُوا بِهِ شَيْئًا Allahın qulları üzərində olan haqqı, yəni Allahın haqqı,
qulların Allaha ibadət etməsi, ona heç bir şey şərik qoşulmasıdır. Və haqqul ibad alallah əllə yu'azzab men la yushrik bihi şey'a. Və qulların Allah üzərində olan haqqı isə onların Allaha şərik qoşmadığı halda Allahın onlara heç vaxt əzab verməməsidir. Heç bir şeylə əzab verməməsidir. Və Muaz radiyallahu anh deyir ki, ya Resulallah, əfələ ubəşşirun nəs? Ey Allahın elçisi, insanları bu xəbərlə müjdələyibmi? Peyğəmbər sallallahu əleyhi və səlləm deyir ki, la tubəşşirhum feyəttekilu. Onlara bu müjdəni vermə, onlar səhlənkarlıq edərlər, rahatlanarlar. Ona görə bu xəbəri hələ vermə. Muaz radiyallahu anhu ömrünün axırında bu xəbəri, bu hədisi insanlara yaydı. Bu da onu göstərir ki, Allah Subhanahu taalanın bu hədisdə Allah Subhanahu taalanın qullarının üzərində olan haqqını göstərir. O da tövhiddir. Ona ibadət etmələri, ona heç bir şeyi şərik qoşmamalarıdır. Və haqlar da nə zaman əzəmətli olur? Nə zaman ki, o haqq sahibi əzəmətli kəsdir. Deyək ki, insanların haqları var da, o insanlar haqqında ən əzəmətlisi hansıdır? Ən əzəmətli haqq. O insanlardan ən əzəmətlisi hansıdırsa, deyək ki, valideyn ən əzəmətlisidir insanlar arasında, onun haqqı ən əzəmətli gəlir. Ondan sonra hansıdır? Qonşudur? Yox, ondan da daha əzəmətlisi var. Qohum. Qohum ən əzəmətli olur, ondan sonra onun əzəmətli. Allah Subhanahu taala da məxluqatdan ən əzəmətli olduğuna görə, ondan daha əzəmətli olmadığına görə, onun haqqı da daha əzəmətli olur. O da tövhiddir. Və Allah Subhanahu taala burada özünün haqqı ilə bərabər qulların haqqını özünə vacib eləyib. Qullara da haqq verib ki, onlar əgər Allaha heç bir şey şərik qoşmasalar, onlara əzab verməyəcəyəm. Yəni, əsas odur ki, onların əməlləri müqabilində Allah Subhanahu taala onlara mükafat verir, əzabdan qurtarır. Amr ibn Abəsə Əs-Süləmi radiyallahu anhdan gələn hədisdə buyurur ki, mən cahiliyyət vaxtı elə bilirdim ki, insanların hamısı zəlalət üzərindədir. Onlar heç bir şey üzərində deyirlər, onlar bütlərə ibadət edirdilər. Və eşitdim ki, Məkkədə bir nəfər var, müxtəlif xəbərlərdən danışır, xəbərlər verir. Və deyir, birbaşa minimə minib, yollandım onun yanına, görüm ki, Peyğəmbər sallallahu əleyhi və səlləm oradadır, insanlar onun yanındadılar və Məkkədə onun yanına daxil oldum. Dedim ki, sən kimsən? Dedi ki, mən Peyğəmbərəm. Dedi, Peyğəmbər nədir? Dedi ki, Allah məni göndərib. Dedi, Allah səni nə ilə göndərib? Dedi ki, Allah məni qohumluq əlaqələrini birləşdirmək, bütləri sındırmaq, Allahı ibadətdə təkləşdirmək və ona heç bir şeyi şərik qoşmamaqla göndərib. Bu məsələlər üzərində göndərib. Deməli, bu hədis də göstərir ki, bu Peyğəmbərlərin göndərilməsində və o Peyğəmbərlərin imamı olan, Peyğəmbərlərin sonuncusu olan Məhəmməd Peyğəmbərin də göndərilməsində məqsəd nədir? Allaha ibadət etməyə çağırmaq və ona heç bir şeyi şərik qoşmamaq. Və bizə də onun əmrinə, onların əmrinə, Allahın əmrinə itaat etməyi, ona tabi olmağı və bütün məsələləri, hökmləri Allah və Rasuluna qaytarmağı əmr edib. Çünki bu hədisdə olan Allah ibadət etməmək, ona ibadətdə heç bir şey şərik qoşmamaq, yalnız ibadəti onun üçün təkləşdirmək kəlməsi var. Yəni, bütün ibadətlər ona olunmalıdır. Bu hədis də bizə göstərir ki, tövhid kəlməsi yeni icad olunan bidət bir kəlmə deyil. Peyğəmbər sallallahu əleyhi və səlləmin istifadə etdiyi bir kəlmədir. Deyir ki, ən yuvahhidəllah. Allahı ibadətdə təkləşdirmək üçün, tövhid üçün. Hətta bunu başqa hədislərdə də Peyğəmbər sallallahu əleyhi və səlləm bizə xəbər verib, eləcə səhabələr də bu kəlməni istifadə edib. Eləcə də bu hədis tövhidin vacib olmasına dəlalətdir. Yəni, Peyğəmbərlərin göndərilməsində məqsəd tövhiddirsə, insanları Allaha ibadət etməyə çağırmaqdırsa, deməli, bizim ümmətin üzərinə də qiyamət gününə kimi vacib olan ona itaət etmək, bu tövhidi yerinə yetirməkdir. Yəni, bu tövhid baxımından bizim üzərimizə düşən böyük bir məsələ var. Yəni, birincisi, 6 məsələ var. Birincisi, tövhidi öyrənmək. İkincisi, onu sevmək.
onun əhlini sevmək, tövhid əhlini sevmək. Ona əməl etmək, onun üzərində sabit olmaq, onu ziddiyyət getirən, onu pozan məsələlərdən uzaq durmaq və onu insanlara yaymaq. Yəni, bizim insanlara dediyimiz tövhid, tək Allahlıq bir təhlükəli bir fikir olsaydı, deməli, Quranda Allah Subhanahu bunu əmr edir. Tövhid nədir? Allah'a ibadət etmək, ona heç bir şey şərik qoşmamaq. Allah Subhanahu Quran kərimdə buyurur ki, Allah'a ibadət edin, ona heç bir şey şərik qoşmayın. Deməli, Quran özü təhlükəli fikir olardı, əgər həll olsaydı. Əslində, bu fikir, tək Allahlıq, tövhid fikri, Allah'a ibadət etmək, heç bir şey şərik qoşmamaq fikri insanları qurtarır. Rəzillikdən qurtarır. Hegemonluqdan qurtarır. Fironluqdan qurtarır. İnsanları zəlalətdən qurtarır. Zülmətdən qurtarır. İnsanların yalnız tək olan Allah'a ibadət etməyinə çağırır. Yəni, başqa ibadətləri ləğv eləyir. Yəni, heç biri layiq deyil bu ibadətə. Niyə görə özü, ey insan, Allah səni əzəmətli olaraq, şərəfli olaraq yaratdığı halda sən özünü zəlil eləyib daşa ibadət edirsən, ağaca ibadət edirsən, ondan mədəd duyursan, qəbirdən mədəd duyursan. Allah səni əzəmətləndirir, baxı. Bütün məxluqatdan əzəmətləndirib, hətta mələkləri belə sənin xidmətə verib, bu cür sənə şərəf verib, sən isə özünü alçaldırsan, gedirsən cansız, nə özünə, nə insanlara xeyir verə bilməyən daşdan kömək istəyirsən. Amma sən tək yalnız Allahdan istəsən, köməyi ondan istəsən, ibadəti yalnız Allaha etsən, Allah səni eşidər, sənin dadına çatar, yardımına kömək eləyər, sənin sıxıntıları asanlaşdırar, duaları qəbul eləyər. Amma o daş, qəbir, ölü, övliya, onlar sənə heç bir şey eləyə bilməyəcək. Mümkün də deyil. Allah sənə bu qədər, Allah səni izzətləndiyi halda, sən nəyə görə özünü alçaldırsan? Ona görə tövhid insanı qurtarır, xilas edir. Bütün rəzilliklərdən, zəlliklərdən xilas edir. Deməli, bu dərsdə biz götürdük ki, tövhid insanlara və cinlərə vacibdir 5 səbəbə görə. Kim sayar? Birincisi, nədə hikmət? Hikmət düzdür. Nədə hikmət? Yaradılışda. Yaradılışda olan hikmət budur. İkincisi, Allah'a ibadət etmək və ona heç nə şərik yox. Yox, Peyğəmbərə dəvət etmək. Peyğəmbərlərin, o hələ tövhid özüdür də, Peyğəmbərlərin göndərilməsinin məqsədi. Üçüncü, Quranın nazil olmasında məqsədi. Dördüncü, Allahın əmr etdiyi və tövsiyə etdiyinə görə. Beşincisi, Allahın haqqı olduğuna görə tövhid insanlara və cinlərə vacibdir. Allah işli faydalanlardan etsin, bizi həqiqi tövhid əhlinə etsin. Subhanakallahumma bihamdik və əşhədu an la ilaha illə ent və estəğfiruka və etûbu ileyk. Dərsdə sual varsa verin. Peyğəmbər sallallahu əleyhi və səlləm tabe olacaqsa, tabe olmayacaq. Hədisdə gəlir ki, Peyğəmbər sallallahu əleyhi və səlləm buyurur ki, Musa əleyhissalam sağ olsaydı mənə tabe olardı. Yəni Məhəmməd peyğəmbərin dini ilə gedərdi. Yəni Məhəmməd peyğəmbər son peyğəmbər olduğuna görə sallallahu əleyhi və səlləm son peyğəmbər olduğuna görə şəriət qəbul olunan şəriət o olur. Yəni qiyamətə yaxın Allah Subhanahu taala İsa əleyhissalamı göndərəcək. İsa əleyhissalam bilirsiniz ölməyib. Allah Subhanahu Quran Kərimdə buyurur ki, Allah onu öz yanına çağırıb. Allah onu öz yanına qaldırıb, onu qiyamətə yaxın göndərəcək. Göndərən vaxtı Məhəmməd peyğəmbərin dinini insanlara yayacaq. Öz dinin yox. Köhnə öz dinin yox. Məhəmməd peyğəmbərin sallallahu əleyhi və səlləm dinini, şəriətini insanlara yayacaq. Ən üstün olduğu o bildirildi. Ən axırıncı, ən son din olduğuna görə. O da ondan sonra gəldiyinə görə məcburdur ki, ona tabe olsun. Aydındır? Hətta imam çıxmayacaq. Mehdi tepki çıx imam. Bəli, hədisdə gəlib ki,
Mehdi deyəcək ki, namaza qalxmaq istəyəcəklər. İsa əleyhissalam gələn vaxtı görəcək ki, imam durur. Mehdi biləcək ki, İsa əleyhissalamdır. Deyəcək ki, gəl qabağa, çıxmayacaq, deyəcək ki, sən dur. İmam sen seçiyorsun. Hə. Subhanallah, Muhammed və əşhədu ən la ilahə illə entə, əstəğfiruka. Amin.